Və sonuncu xəbərimiz 5000 illik tarixi, özünə məxsus memarlığı və əsrlərin yaddaşını qoruyub saxlayan Xınalıq. Dağın yamacında pillə-pillə inşa olunan daş evlər və dar küçələr kəndə tamam fərqli görünüş verir. Burada insanlar təkcə adət-ənənələrini deyil, 100 illiklərdir formalaşan yaşayış tərzini də qoruyub saxlayırlar. Əməkdaşımız Ramiz Ramazanlı UNESCO siyahısına daxil edilən bu unikal kənddən reportaj hazırlayıb. İzləyək. 5000 illik memarlıq tarixi olan Xınalıq. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Cənubi Qafqazın ən ucqar yaşayış məntəqələrindən biri olan Xınalıq öz orijinal memarlıq quruluşu ilə diqqəti cəlb edir. Dar küçələrlə əhatələnən, yamac boyu üst-üstə inşa olunan evlər burada həm keçmiş zamanda, həm də indi bacarıqlı ustaların olmasından xəbər verir. Çay daşlarından inşa edilən bir mərtəbəli, lakin hündür divarlı evlər Xınalığın əsrlərlə qorunub saxlanılan memarlıq simasını formalaşdırır. Burada bir evin damı digər evin həyəti sayılır. Bu cür memarlıq üslubu həm sərt iqlim şəraitinə uyğunlaşmanın, həm də insanların təbiətlə vəhdətdə yaşamaq bacarığının nümunəsidir. Rəvayətə görə günəş doğarkən kəndi əhatə edən dağlar xına rənginə boyandığı üçün yaşayış məntəqəsi Xınalıq adlandırılıb. Tarixçilər kəndin eramızdan əvvəl salındığını ehtimal edirlər. 2010-cu ildən bəri Xınalıqda arxeoloji kəşfiyyat xarakterli baxışlar keçirilib. Kəndin ərazisində, kəndin özündən başqa da ətraf ərazilərdə çox tarixi qədimi yerlər aşkar olunub və bu da gətirib arxeoloji qazıntılar nəticəsində eramızdan əvvəl erkən Tunc dövrünə aid olan bir mədəniyyətlər aşkarlanır. Bizdə Zərdüştlüyə aid məbəd var, Xınalığın 4 kilometr məsafəsində. O cümlədən də kəndin içində bu məbədlər qalmaq şərt, bu da hal-hazırda da qalmaqdadır. Sakinlər əsrlər boyu yalnız dillərini, folklorlarını və adət-ənənələrini deyil, kəndin özünə məxsus memarlıq irsini də qoruyub saxlayıblar. Evlər relyefə uyğun layihələndirilib, küçələr isə təbii müdafiə sistemi kimi formalaşıb. Bu damları demək olar ki, xüsusi ağac növlərini seçərək hazırlayırlar və həmin bu ağac növləri o evlərin damlarının daha möhkəm olmasını, eyni zamanda orada xüsusi palçıq qatqılar vasitəsilə istifadə edərək bu evlərin daha möhkəm ediblər. Nə su içəri daxil ola bilir, nə də ki, bu evləri istifadə edildikcə, nə də ki, bu evlərin damlarında deformasiya olması mümkün məsələ deyildir. Özünə məxsus memarlıq üslubu ilə seçilən 160 ev yaşayış məntəqəsinin tarixi hissəsində yerləşir və vaxtı ilə ənənəvi üsullarla tikilib. Xınalıq Ümumdünya Turizm Təşkilatı tərəfindən ən yaxşı turizm kəndi elan edilib. Azərbaycana gələn kimi Xınalıqla maraqlandım. Buranın fərqli memarlıq quruluşuna malik olduğunu eşitmişdim. Nəhayət ki, Xınalığa gəldim. Eşitdiklərimi canlı görmək məndə unudulmaz təəssüratlar yaradır. Azərbaycanda görməli yerlər çoxdur. Bu məkanda isə təbiətlə yanaşı insanların yaratdığı memarlıq nümunələri məni valeh etdi. Burada evlər bir-birinin üzərində elə möhkəm və ardıcıl şəkildə inşa olunub ki, zirvəyə doğru yüksəldikcə özünü sanki qədim qalaların arasında hiss edirsən. Tarixi mədəni irsin qorunması məqsədi ilə qəzalı vəziyyətdə olan evlərin bərpası istiqamətində layihələr hazırlanıb. Artıq 41 ev əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib. 2007-ci ildən etibarən bu tarixi məkan Xınalıq Dövlət Tarix, Memarlıq və Etnografiya qoruğu elan olunub. Xınalıq və Köç yolu mədəni landşaftı 2023-cü ildə UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilib. Ramiz Ramazanlı, Polad Tahirov, Aysən Ələkbərova, İTV Xəbər, Quba.